Mən demişəm, adam var ya, deyir ki, mən pis günün dostuyam. Xahiş edirəm, pis günün dostu olmasın. Xahiş edirəm, hər günün dostu olun. Bilirsiniz, niyə pis günün dostusan sən? Sən dostluğun ağ gündə olmağını həzm eləyə bilmirsən. Yan qaçırsan ondan. Elə ki, deyirsən, pis gündə ol, oturum səninlə ağlayayım. Paxıllıq var bizim içimizdə. Fəzilətlilərin fəzilətini həzm eləməyə mane olan paxıllıq var. Onlar da görürlər ki, bizdə paxıllıq var. Başlayırlar məzlumluğu qəbul eləməyə. Məzlumun nəyinə paxıllıq eləsin? Bizim o paxıllıq hissimizi aram eləyirlər ki, biz bədbəxt olmayaq. İmam Sadiq əleyhissalam bir neçə dəfə bir qiymətli paltar giyindi. Dərhal irad tuturdular ki, bu nə paltardır? Sənin babam yamaqlı paltarda gəzib. Sən sevin ki, imam bu paltardadır. İmam da ona başa salır ki, cəmaatın səviyyəsinə uyğun yaşayırıq biz. Cəmaatın səviyyəsi ortadırsa, mən aşağı səviyyədə olsam, bu zillətdir, bu ayıbdır. İmamətin şəninə zərbədir. İzah edirdi, sakitləşirdi. İmam Baqir əleyhissalam neçə dəfə məcbur olur, yaxşı paltarın altından geyindiyi o yun bədəni əziyyət verən paltarı göstərib, deyiblər, rahat olur. Tək sən əziyyət çək, biz gedək rahat olur. Birdən sən yaxşı gündə olarsan, yox, onda olmaz. Çünki cəmaatın zəifliyi budur ki, böyüklərini əziyyətdə görəndə onlara təvazö eləyə bilir. Böyüklərini qüdrətdə, rifahda, rahatlıqda görəndə içində olan qurdları oynayır, bütün çirkin xislətləri üzə çıxmağa başlayır. Bugün ruhanilərə də belə yanaşırlar, mən açıq deyim. Vay o gündən nəsə bir şey görə olsa şübhəyə düşür, yox bu nəsə. Amma qəribədir ki, elə hoqqabazlara da allanır həmin adam. Hoqqabaz adamlar yaxşı aldadır onu, yaxşı malını da qarət eləyir filan. Bura çatanda, düz adama çatanda şübhələnməyə meyillidir, bu ehtiyat eləyir. Ya niyə bu belə filan məsələn yerə filan paltarda gəldi, filan maşında gəldi. Arzu elə ki, elə qoy, rahat olsunlar. Sənin də başının ucalıqda. Əsas bil adil adamdır, bil sənə xəyanət eləməz, o başqa məsələ. Onu biləndən sonra. Zəif adamların hidayəti böyüklərinin məzlumiyyəti iləndir. Övliyalara çatanda 100 dənə şərt qoyub, qolu bağlı gedib Muaviyyələrə, Yezidlərə qul olur. Bu bəşəriyyət belədir. Elələrinə rahat qul olur, övliyaya çatanda çək-çevirə salır. Sən niyə filan cür gəzdin? Sən niyə belə... Yaşıl saraylarda yaşayırdılar, zinətli o Bəni Üməyyənin sarayları gedirdilər, qolu bağlı müti onlara qul olurdular. Həzrəti Əliyə 100 dənə şərt qoyan küfəllər Yezidə qolu bağlı qul oldular.